Elhamdülillahi vəxtə və salatu və salamu alə mən lə nəbiyyə və məbəd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Biz deməli, Vasitiyyə Risaləsini oxumaqda davam edirik və Şeyx Rahimullah o vaxt ki, hədisləri gətirdi. Birinci kitabın əvvəlində ayələri gətirmişdi, sonra hədisləri. İndi sonra qeyd edir. Buyurur ki, yəni burada isə Əhlüs-Sünnə vəl-Cəmaənin orta mövqeyi, nə ifrat, nə təfrit edib hər bir məsələdə orta mövqeyindən danışır və buyurur ki, Rahimullah, بل هم الوسط في فرق الأمة كما أن الأمة هي الوسط في الأمم فهم وسط في باب صفات الله جل وعلا بين أهل التعطيل الجهمية وأهل التمثيل المشبهة. Yani Şeyh Rahimullah buyurur ki, yani belhum vasat, yani kim orta mövqedə? Əhlüs-Sünnə. Ümmətin içində ən orta mövqeyi Əhlüs-Sünnədədir. Necə ki, ümmət dinlərin içində orta mövqeydədir. Dinlərin arasında orta mövqeydədir. Və başlayır o orta mövqeyi, o mövqeyi bəzi yerlərdə, hansı yerlərdədir qeyd eləməyə, misal çəkməyə. Buyurur ki, فَهُمْ وَسَطٌ فِي بَابِ صِفَاتِ اللّٰهِ. Allahın sifətləri barədə orta mövqeydədir. Tatil əhlinə və təmsil əhlinə baxaraq orta mövqeydədir. Yəni, tatil əhli nə deyir? Tatil əhli, yəni, burada gedir təbii ki, cəhmiyələr. Cəhmiyələr firqədir. Cəhmi ibn Safvan, Tirmizi, yəni o firqənin banicisidir, cəhmiyələr. Onlar, yəni Allah sifətlərindən oxşatmaqdan qaçaraq ifrata varıblar və hətta Allahın sifətləri, nə ki Allah Taala'nın sifətləri, hətta adlarını da tatil ediblər. Yəni qəbul eləməyiblər, inkar ediblər. Bunlar cəhmiyələrdir. Amma əhlü-təmsil, yəni Allahın sifətlərinin oxşadanlar, mislində deyənlər. Onlar da elə bir ki, cəhmiyənin əks tərəfidir. Əks tərəfidir, deyiblər ki, məsələn, Allahın əli bizim əl kimi, görməyi bizim görməyi kimi və s. Bunlar da zəlalət əhlidir. Lakin Əhlüs-Sünnə orta mövqedədir bu məsələdə. Bu misal kimi, yəni şeyx bunu gətirir. Sonra buyurur ki, وَهُمْ وَسَطٌ فِي بَابِ أَفْعَالِ اللّٰهِ. Sonra başqa bir orta mövqedən danışır. Allahın feilləri barədə. بَيْنَ الْجَبَرِيَّةِ وَالْقَدَرِيَّةِ وَغَيْرِهِمْ. وفي باب وعيد الله بين المرجئة ووعيد الله من القدرية وغيرهم. Sonra rahimehullah qədər məsələsindən toxunur. Qədər məsələsindən, çünki qədər məsələsində də Əhlüs-Sünnə orta mövqedədir. Kimlərin arasında? Deməli, cəbərilərlə qədərlilərin arasında. Cəbərilər, onlar deyirlər ki, insan məcburdur. Yəni, insanda ixtiyar verilməyib. İxtiyarı yoxdur. Cəbərilər vardır. Səhv fikirdir, yəni tam şəkildə deyək ki, ixtiyarı inkar eləyək, düzgün deyil. Qədərilər isə qədəri inkar eləyənlərdir. Deyirlər, qədər yoxdur, insan öz etdiklərin, feilləri özü xəlq eləyir. Bu da batildir. Çünki fikir versək, qardaşlar, yəni bir firqə Qurandan bir hissəni götürüb, o hissəni götürməyib. O birisi firqə Quranın bir hissəsi götürüb, o birisi hissəsi götürməyib. Əhlüs-Sünnə isə cəm eləyib. Hər bir məsələdə cəm eləyib. Biz demirik ki, insanın ixtiyarı yoxdur. Var. Lakin tam deyil. Çünki ayələr də var ki, hamısı Allahın istəyinə bağlıdır. Allahın xəlqinə bağlıdır. Allah Teala buyurur ki, Vallahu xalaqakum, Allah sizi xəlq edib, və mə tə'malun, və nə edirsiniz, onu da xəlq edir. Yəni Əhlüs-Sünnə, yəni bu məsələdə də elhamdülillah yəni orta mövqeydədir. Sonra şeyx buyurur rahimehullah və fi bəbi əsmail imani və din beynən, burada həmçinin buyurdu ki və fi bəbi vaidillah və inəl murciəti və l-vaidiyyə minəl qədəriyyət və qeyrihim. Yəni şeyx rahimehullah sonra həmçinin buyurur ki vaid, yəni onlar ki, əsasən bu xavariclərə işarə eləyir. Çünki o ayələr ki, məsələn,
cəhənnəmdən danışıb, Allahın əzabından, onlar götürüblər, rəhmət ayələrini tərk ediblər. Murciyələr isə rəhmət ayələrini götürüb, vəid ayələrini tərk ediblər. Əhl-i sünnə yenə bu məsələdə də yəni orta mövqeydədir. Və murciyə nədir? Murciyə irca sözündəndir. İrca sözündən. İrca yəni təxirə salmaq. Yəni onlar nə vaxt ki, o vaxt ki, əməli imandan ayırıblar, adlanıblar murciyə. Əməli imandan ayrıldıqlarına görə murciə adlanıblar. Və deməli, bizim mövqeyimiz isə əməl barədə nə deyirik? Əməl imandandır. Çünki iman dinlə demək, qəlblə təsdiqləyib, əməllə nədir? Göstərməkdir. Amma murciə, onlar yəni əməli imandan ayırıblar və həmçinin böyük günah sahibi barədə deyirlər ki, imanı kamildir, imanı zəifləmir. Deyirlər ki, günah imana zərər gətirməz. Günah imana zərər gətirməz. Və həmçinin başqa həmçinin istisna imanda deyirlər olmaz və həmçinin başqa fikirlər, bunlar murciyələrdir. Sonra şeyx buyurur rahimullah və vaidiyyə. Vaidiyyə onlar ki, xavariclərdir. Xavariclərdir və həmçinin bura daxildir kimlər? Mu'təzillər. Xavariclər böyük günah sahiblərini təkfir eləyir. Mu'təzillər isə deyirlər ki, iki mənzil arasındadır. Yəni, nə müsəlmandır, nə də kafir. Amma ikisi də axirət hökmündə eynidirlər. Yəni, tövbə etməsə, axirətdə ölsə, Mu'təzillər də deyirlər ki, əbədiyyən cəhənnəmdədir. Amma əhlüsünnə yox. Əhlüsünnə nə deyir? Əhlüsünnə deyir ki, böyük günah sahibləri müsəlman görürlər, lakin imanı zəif görürlər, fasik görürlər, böyük günah sahibi görürlər. Və deyirlər ki, günah imana zərər verir, iman artar, azalar. Amma xavariclərlə murciə nə deyir? İman azalmır, nə artmır. Və s. Sonra şeyx buyurur ki, rahiməhullah, وفي باب أصحاب رسول الله sallallahu aleyhi ve sellem beynən rafidati vəl xavaric. Və həmçinin sahabələr barədə orta mövqedədir. Şeyx buyurur, rahiməhullah, kimlərlə? Xavariclərlə rafizlərin arasında. Yəni, xavariclər bəzi sahabələri təkfir edirlər. Necə Osmanı, necə Əlini. Və nəinki təkfirdən də əlavə, təkfirdən də sonra öldürdülər onları. Onlar da balaca şəxsiyyətlər deyirlər ki, balaca şəxsiyyətlər deyirlər. Onlar xəlifə idilər, əmir-el-mümini idilər. İslam dövlətinin xəlifələri idi, hakimləri idi. Sadəcə xavariclərlə rafizlərin arasında fərq nədədir? Rafizlər demək olar ki, sahabələrin 95%, 98% təkfir edirlər. Xavariclər isə hamısı təkfir eləmirlər. Xavariclər təhkim məsələsində kimlər olub və Osmanlı və s. onları təkfir eləyiblər. Təkfirdən də sonra fikir verirsiniz, qanları halaldır və ediblər o işləri. Bu qısa, yəni, fərq, rafizlər bilirsiniz, nə üçün adlanıblar? Bir dəstə o vaxt ki, deməli, Əhl-i Beytdən olana soruşurlar. Deməli, deyirlər ki, Zeyd İbn Ali İbn Hüseyin, Zeynəl Abidinin oğlu Zeyd, rahiməhullah, ondan soruşurlar, məclisdə ki, Əbu Bakır Ömər barədə nə deyirsən, o da onlara rəhmət oxuyur. O vaxt bir dəstə qalxır və tərk eləyir məclisi, o da deyir ki, Zeyd, rahiməhullah, deyir, Rafattumuni, məni tərk elədiniz. O vaxtdan kimi Əbu Bakır Ömər, ümumiyyətlə, sahabələr barədə danışırdı, artıq rafis adlanırdı. Kitablarda belə qeyd olunur, tarixi kitablarda. Ona görə Zeydi firqə var, Yəməndə Zeydilər. Onlar indiyəcən var. Çünki biz bilirik ki, rafislər də neçə firqəyə bölünüblər. Hər imamın, onlar ki, deyən 12 nəfər ki var, hər onların ölümündə onlar bölünüblər. Hər onların ölümündə onlar bölünüblər, firqələyə bölünüblər. Və məşhuru Cəfərilər deyirlər və ya 12-lər. 12 imamlar və ya Cəfərlər eynidir. O da müəyyən böyük bir hissədə hansı ki yayılıblar, onlar da Səfəvilərin hesabına yayılıblar. Yoxsa belə
Onlar da bölünmələr çoxdur. Sadəcə o bölünmələr, balaca bölünmələr itiblər onların arasında. Və həmçinin xavariclər. Həmçinin xavariclər də sahabələrin müəyyən bir hissəsini təkfir edirlər. Və lakin Əhlüs-Sünnə vəl-Cəmaə yenə bu məsələdə də orta mövqedədir. Biz deyirik sahabələr, Peyğəmbər sallallahu əleyhi sahabələrinə Allah onlardan razı olsun. Allah şahidlik eləyir. Quran-ı Kərimdə onlar Allahdan razıdır, Allah da onlardan. Ayrıca qeyd edilir mühacirləri, ənsarları və sahabələri dil uzatmaq olmaz. Dil uzatmaq olmaz. Və sadəcə biz deyirik sahabələr məsum deyildir, səhvləri olub kiminsə, lakin onlar ki nə edib Allahın dini üçün o səhvlər, onlar hamısı itir onların o savabının arasında. Necə ki, Hatib ibn Əbi Bəltəyə Peyğəmbər sallallahu əleyhi və səlləm nə dedi? O vaxt ki, dedilər ki, öldürək, çünki cəsusluq eləmişdi. Dedi ki, xeyr, o Bədirdə döyüşənlərdəndir. Bədirdə döyüşənlərdəndir. Yəni, o hadisə, o əməl, onun o eybini örtdü. Qaldı ki, başqa. Aydın qardaşlar, Allah şeyxə rəhmət eləsin, sonra başqa məsələlərə toxunur. Allah bizdə işli faydalardan etsin. Və sələmu aleykum və rəhmətullahi və bərəkatuhu.